Bir də məsələ var Müşahin bəy. Bəs indiki dövrdə faktiki olaraq belə deyim də ChatGPT var, Google var, yəni Hı-hı. istənilən moment girib istənilən informasiyanı biz öyrənə biləriksə, onu beynimizə niyə doldururuq? O demək deyil ki, hər şeyi beynimizə doldurmalıyıq. Faktiki olaraq yaddaş yaxşıdırsa hər şeyi hopdururuq özünə. Yaddaşla bağlı bizə ən çox verilən sualın biri oldu ki, elə bilirlər biz yaddaş olimpiadalarında iştirak edirik, yaddaşımızı gücləndiririk deyə biz elə hər şeyi yadda saxlayırıq. Yox. Mən istədiyim şeyi yadda saxlayıram. İstəmədiyim yadda saxlamıram. Faktiki olaraq yadda saxlayırsınızsa, o sizə nə verir? Çox şey. Mən məsəl üçün əgər belə deyim də, misal üçün də məzununa gətirim, mənim yadımda qalmırsa o, məsəl üçün mən ChatGPT digərinə müraciət edib onu ala bilərəmsə, o niyə onu eləməliyəm, mən onu başa düşmürəm. Birincisi, hər şeyi süni zəka həll edə bilməz. Hər zaman da sizin yanınızda ola bilməz. Həyati bacarıqlarda elə şeylər biz öyrənirik ki, imtahanda və s. lazım olan vaxtda, deyək ki, imtahana girmişik, ChatGPT-ni istifadə eləməyəcəyik imtahanda. O da var. Və yaxud da ki, bir çıxış eləyəcəyik cəmiyyət qarşısında. Orada biz kağızdan oxumayacağıq ki, və yaxud da ki, süni intellekti istifadə eləməyəcəyik ki, orada biz gərək informasiyanı yadda saxladığımız şeyləri yada salaq. Və yaxud da ki, məsələn, sosial cəhətdən, iş dünyasında ən vacib şeylərdən birisi insanlara adı ilə xitab eləməkdir. Ən çox qarşılaşılan problemlərdən biri budur. Məndə də belə bir Kimlənsə qarşılaşırıq, deyir, bu adamı hardasa görmüşəm, üzü sima tanıdıqdır, adı yada düşmür. Nə işlə məşğul olduğu yada düşmür. Bir insanı bir dəfə görmüsünüzsə və uzun müddət sonra ona adı ilə xitab etsəniz, o insan üçün çox önəmli bir dəyər kəsb etmiş olarsınız. Duyğusalla bir bağlılıq yaranır. Yox, həqiqətən fərqli yanaşma olur. Çox fərqli yanaşma olur. Yəni bir insan üçün ki, həyatda ən çox eşitmək istəyəcəyi şey öz adıdır. Mən hətta bəzi situasiyalar olur, elə yaddan çıxardan anda adını deyən kimi yazıram. Məndə bilirsiniz necədir? O yaddaş məsələsində mən belə deyim də, mənim yaddaşım çox yaxşıdır. Mən yadımda saxlayıram. Hətta kitabı, belə bir kitabı oxuya bilərəm. Nöqtə virgülünə kimi yadımda saxlayıram. Amma məsələ bilirsiniz nədir? Bir müddətdən sonra mən başladım düşünməyə ki, bu da oxudum. Sonra dedim, bu yaxşı, oxumuşam, bu mənə nə verir, bunu necə istifadə edeyim? Oxumağını oxumuşam, amma bunu necəsə istifadə eləmək lazım. Bax, o praktik həyata qatılanda artıq gördüm ki, yox, burada nəzəriyyə işləmir. Burada hər şey gözəldir, amma praktik nəsə bir şey olmalıdır. Bu necə eləyəsən? Bilirsiniz, praktika və nəzəriyyə bir-birini tamamlayan ikilidir. Nəzəriyyəsiz praktika, praktikasız nəzəriyyə bir işə yaramır. Bilgi də, praktika da ikisi də birlikdə olmalıdır. Çox gözəl olar ki, bunların ikisi də bir eyni anda olsun. Nəticədə mən çox kitablar oxumuşam və oxuduğum kitabların bir çoxunu, yəni anlayaraq sürətli oxu metodu vasitəsilə mən oxumuşam. Tez bir zamanda oxuyub yadda saxlaya bilirəm. Məsələn, mən istənilən bir kitabı, istənilən bir informasiyanı. O çox maraqlı metoddur. Onu siz eləyirsiniz, nəsə tədris eləyirsiniz? Tədris edirəm. Həm yaddaş, fotoqrafik yaddaş texnikalarını, həm də ki, anlayaraq sürətli oxunu. Super bir şeydir. İnsan beyni o qədər şeyə qadirdir ki, inanılmaz dərəcədə güclü bir şeydir. Yəni sadəcə bunu necə istifadə eləməyin qaydasını bilmək lazımdır. Yatızdırırıq biz anda elə çıxır ki. Beynimizi. Biz öyrənməyi bilmirik. biz öyrənməyi öyrədirik insanlara təlimlərdə.